xadimlərimiz iştirak edirlər və o qədər möhtəşəm hisslər keçiririk ki, bunu sözlə bəlkə də ifadə etmək mümkün deyil. Laçın Azərbaycanın sözün həqiqi mənasında İsveçrəsidir demək olar. Həm havası gözəldir, təbiəti gözəldir, insanları gözəldir, qonaqpərvərliklə qarşılayırlar adam hara gediriksə və təbii ki, qarşıdakı hədəfdə Laçın ərazisinin tam olaraq infrastrukturunun bərpa edilməsi, insanlarımızın geri qaytarılması prosesinin sürətləndirilməsi və bu torpaqların yenidən də canlanmasına şərait yaradılmasıdır ki, bu istiqamətdə də kifayət qədər böyük işlər görülür. Biz yol boyu da gördük, böyük infrastruktur layihələri həyata keçirilir, yeni abadlıq işləri görülür, yollar çəkilir və təbii ki, kommunikasiyalar yenidən qurulur və bütövlükdə bütün bunları görmək olduqca qürur vericidir və bu hissləri bizi yaşadan şəhidlərimizə Allahdan rəhmət dilirik, qazilərimizə can sağlığı arzulayırıq və bu bütövlükdə bu qələbənin memarı olan Azərbaycan Prezidenti Cənab İlham Əliyevə Ali Baş Komandan olaraq bir daha təşəkkürlərimizi bildirməliyik ki, biz yenidən öz torpaqlarımıza qayıtdıq, yenidən işğaldan azad olmuş ərazilərimizi bərpa etməyə gəldik və faktiki olaraq bu torpağı yenidən canlandırdıq. Torpağın, vətənin əsl sahibləri öz vətəninə qayıdırlar.